Deyir, bir gün bir şeytan kəndə gələr, bir ağaca kürəyini söykəyib, inək sağan gəlini seyr etməyə başlayır. Biraz seyr etdikdən sonra bu buzovun gedər ipin biraz boşaldar. Sonra gəlib oturar, yenə başlayar seyr eləməyə. Az buzov, ipdə görür biraz boşdur, çobalayır ki, gedib anasının sütünü əmsin. Nəhayət çobalayır, ipi açılır, qaçır ki, anasının əmməyə. Bu qaçanda vurur süd vedrəsini aşırdır. Gəlin görür ki, süd vedrəsini dana aşırtdı, getdi süd həzərə, əsəbləşir, yerdən bir odun parçası götürüb buzovun başına vurur. Buzov da qan içində yıxılır yerə. Bunu görən buzovun anası inək bir təpiklə bu gəlini yerə sərər. Gəlin ölər. Gəlinin də qaynatası kənarda durmuşmuş, görər hadisəni, evdən silahı götürüb gəlib inəyin başına bir güllə vurar, inəyi öldürər. Güllə səsinə bu gəlinin əri evdən çıxar, görər ki, atası silah əlində, yoldaşı da yerdə sərilib ölüb. Bu da öz silahını çəkər, atasının gülləyinə vurar. Bu kədərə davam gətirməyən oğlan silahını çəkib özünü də güllələyər. Bütün bu hadisələri seyr edən şeytan deyir ki, indi insanlar bu fəlakəti də mənim boynuma yükləyəcəklər. Mən neynədim ki? Mən ancaq buzovun ipini biraz boşaltdım. Başqa heç bir şey eləməmişəm. Qalanların hamısını özləri eləyib. İndi qardaşlar, öz əsəblərini cilovlamayan, hərəkətlərini ölçüb biçməyən insanların başına belə bir fəlakət gəlir. Bunun üçün əsəbi başda deyir, ağıl olmaz. Hadisəni araşdırmaq lazımdır. Nəyə görə baş verib? Şeytan bir dənə daş da atır, o hansı fəsadları törədəcək, onun üçün maraqlı deyir. Qalan hadisələrin hamısını yetişdirən biz insanlar özümüzük. Heç vaxtı tələskənlik etmək olmaz. Tədbirli hərəkət eləmək lazımdır. Əsəbi də halda əsəblərinizi cilovlamalısınız. Əsəbi halda heç bir iş görmək olmaz. Əsəbinə, hərəkətlərinə fikir verməyən insanın başı həmişə qaldı olar. Sizə tədbirli, əsəbinizi cilovlamağı və bütün hərəkətlərinizdə diqqətli olmağı arzu edirəm.